Hər vaxtınız xeyir. Bugün sizinlə birlikdə kompüterin o qara qutusunun içinə giririk. Yəni, adi bir klikləmənin arxasında duran o mürəkkəb sxemlər dünyasına səyahət edəcəyik. Heç fikirləşmisiniz ki, məsələn, sadəcə bir faylı axtaranda bu əməliyyat kompüterin içindəki o qədər hissə ilə necə bağlı ola bilər? Bax, bugün biz bu sualın cavabını tapacağıq. Gəlin birlikdə bu səyahətə çıxaq. Yaxşı, gəlin işə ən başdan, yəni hamımızın hər gün istifadə etdiyi proqramlardan başlayaq. Hətta sizə faylları tapmaq üçün balaca, amma çox işə yarayan bir fən də göstərəcəm. Məsələn, axtarışa ulduz işarəsi qoyanda siz əslində kompüterə bir növ universal açar verirsiniz. Bu ona demək kimidir ki, bax, adı Screen Recorder Project ilə başlayan nə varsa hamısını gətir, sonrası mənim üçün önəmli deyil. Görürsünüz, axtarışı xeyli asanlaşdırır. Amma sual işarəsi biraz fərqlidir, o daha dəqiqdir. Ulduz hər şeyi əvəz edirsə, sual işarəsi yalnız bir dənə simvolu əvəz edir. Deyək ki, bir faylın adının Project 8 yoxsa Project 9 olduğunu xatırlamırsınız. Sadəcə Project V yazırsınız və salam, hər ikisini də sizin üçün tapacaq. Çox rahatdır, deyilmi? Yaxşı, bəs bütün bu əmrləri daxil edəndə pərdə arxasında əslində nə baş verir? Axı bu ulduzlar, sual işarələri sadəcə simvol deyil, onlar kompüterin içindəki o fiziki hissələrə, yəni aparata gedən birbaşa əmrlərdir. Elə isə gəlin indi o hissələrlə tanış olaq. Deməli, hər kompüterin əslində iki əsas tərəfi var. Bunlar bir-bir olmadan işləyə bilməz. Proqram təminatı və aparat təminatı. Gəlin görək bunların fərqi nədədir? Baxın, proqram təminatı bu sizin gördüyünüz, toxuna bilmədiyiniz hər şeydir. Bütün proqramlar, oyunlar, əməliyyat sistemi. Aparat təminatı isə, bax bu, əlinizlə toxuna bildiyiniz hər şeydir. Kompüterin özü, mouse, klaviatura, içindəki bütün o hissələr. Gəlin belə deyək də, proqram təminatı bir yemək reseptidir. Orada sadəcə təlimatlar yazılıb. Aparat təminatı isə o resepti hazırlayan aşpazın özü, qazanı, sobası, yəni bütün mətbəxdir. Biri olmadan o biri heç nədir. Və indi gəldik ən maraqlı yerə. Gəlin kompüterin qapağını açaq və içəridə nələr baş verdiyinə, yəni o aparat təminatının özünə yaxından baxaq. Bəli, ilk baxışdan qarışıq bir naqil və sxem yığını kimi görünə bilər, qorxmayın. Amma bilin ki, sizin hər bir klikiniz, hər bir hərəkətiniz məhz bu mürəkkəb dünyada saniyənin mində biri sürətlə reallaşır. Bütün seyir əslində elə buradadır. Bax, bu gördüyünüz ana lövhədir. Bunu kompüterin onurğa beyni kimi düşünün. Bütün digər hissələr, bütün orqanlar gəlin məhz buna qoşulur və bir-biri ilə bunun vasitəsilə danışır. Bu isə qida blokudur. Əgər ana lövhə beyindirsə, bu da kompüterin ürəyidir. İşləmə prinsipi çox sadədir, amma inanılmaz dərəcədə vacibdir. Bütün sistemə fasiləsiz olaraq enerji, yəni qan pompalayır. Bu olmadan heç nə işləməz. Gəldik RAM-a, yəni əməli yaddaşa. Bunu kompüterin qısa müddətli yaddaşı və ya iş masanız kimi təsəvvür edin. Bax, hazırda hansı proqramları istifadə edirsinizsə, hamısı bu masanın üstündədir. Ona görə də bir proqramdan digərinə bu qədər sürətlə keçə bilirsiniz. Masa nə qədər böyük olsa, o qədər çox şeyi eyni anda üstündə saxlaya bilərsiniz. Və bu da videokart. Kompüterin içindəki o anlaşılmaz rəqəmləri, sıfırları, birləri, sizin monitorunuzda gördüyünüz o canlı rənglərə, videolara, şəkillərə çevirən sehirbaz məhz budur. Gəlin ona kompüterin rəssamı deyək. Yaxşı, bu hissələrin hamısı ilə ayrı-ayrılıqda tanış olduq. Bəs yaxşı, bizim o lap əvvəldə axtardığımız faylı tapmaq üçün bütün bunlar birlikdə necə işləyir? Təsəvvür edin ki, bu mükəmməl bir simfonik orkestrdir. Qida bloku bütün zala işığı, enerjini verir. Ana lövhə dirijordur. Hər kəsin nə vaxt və necə çalacağını idarə edir. RAM və prosesor o virtuoz musiqiçilərdir ki, notları, yəni sizin əmrinizi ildırım sürəti ilə ifa edirlər. Və nəhayət, videokart bütün bu möhtəşəm musiqini sizin gözünüzün önündə rəngarəng bir səhnə şouna çevirir. İndiki bütün bu hissələr tanıyırsınız, bir sual ortaya çıxır. Sizcə bunlardan hansı ən vacibidir? Əslində, bu biraz da tələs sualdır. Çünki heç biri tək başına bir məna ifadə etmir. Əsl möcüzə onların ayrı-ayrılıqda nə etməsi deyil, birlikdə necə mükəmməl bir harmoniya yaratmasıdır. Odur ki, növbəti dəfə kompüterdə sadə bir fayl axtaranda unutmayın ki, o sadə klikin arxasında bütöv bir simfoniya səslənir.